Azərbaycanın bu qədər var dövləti ilə deyirik ki, Azərbaycan var dövlətini orduya sərf elədi bir qismini. Gözəl. Amma bütün dünyada məlum olan 48 milyard dollar offshore zonalarda fırlanan pullar haqqında Azərbaycan dövləti bir dəfə xalqa məlumat verirmi ki, yalan deyirlər, qələt eləyirlər, elə şey yoxdur. Desin və biz də çıxan sənədləri qoyaq ortaya. Və yaxud da ki, Azərbaycanın xarici ölkələrdə olan ən azı 150 məmurun adını olan mülkləri və o haqda biz bir dəfə Müsavat Partiyası olaraq Azərbaycan Baş Prokuroruna müraciət elədik ki, həmən adamları bir məlumat verin də, bəlkə yalan deyirlər. Amma indi dünyada əmlakı gizlətmək mümkün deyil də. Əmlakı gizlətmək mümkün deyil. Azərbaycan xalqından oğranılan pullar Azərbaycan xalqına qaytarılsa, onda Azərbaycan xalqı problem içərisində olmaz. Dünənləri mən nəvəm üçün kitab almağa getmişəm. 6-cı sinifdə oxuyur. 6-cı sinifdə oxuyan uşağın məktəbdə verilən kitabdan əlavə müəllimlərin yazdığı 15 kitab var. Məsələn, riyaziyyatdan var qiymətləndirmə kitabı, çalışma kitabı və Dövlət İmtahan Komitəsinin sinif testləri.